Böyük məmnuniyyətlə sözü Polis Akademiyasının müəlliməsi, yenə də həmin sözlər ki, demişdim, Hüseyin xanım haqqında yeni ilə Tərlanə xanım Əliyevə aiddir. Buyursun. Mən də Salidə xanımın tələbə yoldaşı kimi buradayım. Çox böyük qürur hissi, fəxr hissi duyuram ki, bizim tələbəlik illərində də Salidə xanım necə qrupun birincisi idi. Bugünlərdə ədəbiyyat elminin birincisi deməyək, birincilərindən biridir. Mən də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil Ağırlığı Dosenti Fərqanə Əliyevayam və Polis Akademiyasının rəhbərliyi adından hər birinizi salamlayıram. Mənzər xanımı, Zakirə xanımı bu yaxınlarda simpoziumda bərabər iştirak elədik, orada tanıdım. Çox şad oldum ki, sizləri tanıdım Azərbaycanın alimləri kimi. Hər iki kitabınızda mənim rəfiqəm, bacım Salidə xanımın yaradıcılığına, elminə dəyər verdiyiniz üçün sizlərə öz təşəkkürümü bildirirəm. Şair demişkən, bir sağlığında qiymət verək insanlara. Nə gözəl ki, sağlığında Salidə xanımın elminə, nəsr əsərlərinə dəyər vermişsiniz və biz də bu günləri bu kitabların işığında sizin hər birinizi tanıdıq, tanıdıqlarımızı tanıdıq, tanımadıqlarımızla da tanış olduq. Elman müəllim, sizə də təşəkkür edirəm. Buradasınız, tələbəlik illərimizi xatırlatdınız çıxışınızla. Hər birinizə can sağlığı arzulayıram. Salidəyə də, evladına da, gələcəkdə uğurlar arzulayıram. Sağ olun.